Axşamınız xeyir olsun, salamlayıram hər birinizi. Ayxana uğurlar arzulayıram. Elə də asan oyun olmadı bizim üçün. Sadəcə biraz istərdim daha dinamik oyun geçsin. Əfsər olsun alınmırdı. Çünki həm rəqibin oyun üslubu biraz belə idi, həm meydanda yerləşməyə tam imkan yaradılmırdı, belə deyək. Yəni, onların oyun üslubu elə idi ki, çox tez əks hücumlara keçirdilər və top itkisi olanda bunu istədiyimiz kimi oyuna başlaya bilmirdik və digər tərəfdən biraz ümumən yaxşı oynadı. Yəni, Şamaxı yaxşı mübarizə apardılar. Ümumiyyətcə, məşqçinin əl işi hiss olunur. Ümumiyyətcə, nə istəyirlər meydanda tam yerinə yetirirdilər. Yaxşı mübarizə komanda idi. Amma sadəcə biraz bizə belə oyunlarda elə də asan olmur. Niyə? Çünki həddindən artıq oyun çox dayanırdı. Həddindən artıq. Biraz düzün desəm, neçə dəfələrlə bunu demək istəmişəm. Yəni, oyunun belə çox dayanması ola bilər Azərbaycan çempionatında kiməsə xeyri olur, kiməsə faydası olur. Bunu sırf bugünkü oyun üçün demək istəmirəm və sadəcə çox istərdim ki, bizim oyunlara ümumiyyətcə biraz kimliyimizdən, kimlə oynamamızdan asılı olmayaraq biraz daha fərqli yanaşsınlar hakimlər, daha diqqətli, daha ciddi olsunlar. Yəni, belə oyunu uduzaq, eybi yox. Çünki biz biraz, əgər bugün Avropada oynayırıqsa, mən digər hər belə oyunlarda, Avropa oyunlarından sonra daha çox oynamayan oyunculara görsən şans verirəm, daha çox onları rotasiya eləyirəm. Onların da bu dinamikaya, bu sürətə uyğunlaşması mənim üçün, ümumiyyətcə, komanda üçün çox vacibdir və yəni, bu qədər vaxt keçirmək, elə həkimlər bəlkə 5 dəfə girdilər meydana. Elə hər oyuncu yıxılır, elə həkimlər gəlirlər, bir dəqiqə gedib oyuncunun yanına çatırlar, bir dəqiqə qayıdırlar, yavaş belə. Ayxanı da görürəm kənardan, o da hisslənir oyuncularına ki, durun, amma gərək bunu hakimlər nəzarət eləsinlər. Belə olmaz da, yəni. Qapıcı da bir seyv eləyir, yıxılır, travma aldı və yaxud nəsə oldu belə. Ümumiyyətlə, nəyə görə bunlar deyirəm? Yəni, bu bizim heç birimizə fayda verən bir şey deyil də. Yəni, belə biz istəyirik ki, Avropa ilə ayaqlaşaq, amma gəlirik belə, birdən-birə belə deyək ki, yüksəlsən də temp dəyişir də, belə deyək. Yəni, orada oynayırıq, gəl burada. Əlbəttə ki, biraz bizim üçün çətindir, asan deyil. Həm komandanı motivasiya eləmək, həm ümumiyyətcə oyuna hazırlamaq. Baxmayaraq, bugün 4-cü gün idi oynayırdıq oyundan sonra, amma yenə də oyuncularda əlaq-səvər oyunlarından sonra yorğunçuluq olur. Amma sadəcə biraz oyunun, məsələn, belə deyək də, rəvan olan oyunda görsən ki, kimin nasıl olmayaraq oyun belə gedir. Daha çox mübarizə, daha çox da saxlamır, çox da cərimə zərbələrini saxlamır. Bəzi var belə hakimlər, amma ümumən belə gərək bu çempionatı ona uyğunlaşdırmaq lazımdır. Yəni, bu da bir əlavə, belə deyək də, bir sistem olmalıdır, belə deyək. Yoxsa belə oyun ərzində əgər 15 dəqiqə oyun topda olmursa, sadəcə oyuncuların yıxılmasına, vaxt keçirməsinə, nə bilim belə, istərsə məsələn oyunun belə deyək, tempini qaldırırsan, 1 dəqiqə, 2 dəqiqə həmən düşdü. 1 dəqiqə, 2 dəqiqə başlayırsan komandanın öz cərimə sıxmağa, həmən deyəndə oyun. Nəyə görə bunlar deyirəm? Ümumiyyətcə, yəni gələcək üçün ki, oyuncular da istər-istəməz hisslənirlər, istər-istəməz oyundan çıxırlar, yəni bu da onlara heç də bir fayda vermir. Amma ümumən belə, dediyim kimi, Ayxan özü kənardan qışqırdı öz oyunçusuna, hətta köməkçi məşqçi də qışqırdı ki, qalx belə. Oyunçuları da başa düşmək olar, amma gərək hakim nəzarət eləsin bunlara. Hakim nəzarət eləsin, ya saxlamasın, ya hər dəqiqə elə həkim gəl. Bir nəfər görmədim, nəsə çıxarıb yarıldı birinin burası, nəsə oldu belə, elə çıxırlar, təzədən qayıdırlar sprint, sprint. Yəni, demək odur ki, biraz belə detallara diqqət arasında daha yaxşı olar. Amma hər bir halda Ayxana uğurlar arzulayıram, çox yaxşı hazırlaşmışdı oyuna, yəni bu onun haqqıdır. Bir xalda bəlkə elə udmağa da layiq idi, ümumən belə.
Yəni olsa da yəni mən bu sözləri deyəcəkdim və yaxud udsaydıq, biz də udsaydıq bunları deyəcəkdim. Sadəcə biraz futboldur, mübarizədir, biraz elə şeylər var ki, elə hər dəfə siqnal belə, yəni hər dəfə oyun saxlamaq biraz yaxşı olmaz. Futboldan kənar biraz çox danışdım. Oyuna gəldikdə də yenə bir xal gəldi xallarımızın üzərinə. Sağ olsun azərkeşlərim sonraki bizlərlə oldular. Və görünən odur ki, çempionat heç də asan deyil. Yəni o qədər oyunlarda görsən biraz düşünülməyən nəticələr var. Yəni görünən odur ki, son oyunlara kimi yaxşı gərgin çempionat gedəcək. Buyurun, özür dilerim. Qurban müəllim, siz dediniz oyunda çox dayanmalar oldu, amma hakim cəmi 5 dəqiqə əlavə elədi sonda ikinci hissəyə. Birinci hissədə də deyəsən çox əlavə olmadı. Yəni deyirsiniz 15 dəqiqəyə cəmi falan bir dəfə dayanmalar oldu. Plus 5 gələ üstünə. Cəmi 5 dəqiqə əlavə elədi. Bir də siz deyirsiniz ki, yəni oyunun tempi aşağı idi, amma siz hücumdaydınız və oyun tamamilə Şamaxının qapısının ağzında keçdi. Belə demək olarmı ki, siz sadəcə müdafiəni keçə bilmədiniz? Yəni, bu birinci sualın, ikinci sualında olacaq. Yox, ola bilər. Yəni, ola bilər deyəndə, əgər yəni, buna Şamaxı imkan vermədi, biz istəyirdik, biz cəhd eləyirdik. Yəni, böyük, daha çox burada iş Şamaxı müdafiəsinin üzərinə düşür. Yəni, daha möhkəm idilər, daha diqqətli oynayırdılar. Amma hər bir halda yəni, oyunun sonlarına yaxın daha yaxşı oyun görə bilərdik. Asıl olsun, bir dəqiqdə görürdük, sonra dayanırdı. Bir dəqiqdə görürdük, sonra dayanırdı. Elə bəzən bir dəqiqdə görsən, həm ora, həm bura hücumlar oldu. Bu, biraz futbola oxşayırdı. Bunun sayı çox olmalıdır. Onlar olmadı. Amma belə yəni, yaxşı oynadılar müdafiədə. Bir də gələn həftə sizin emişləriniz olacaq. O oyunu təxirə salma ehtimalı varmı? Sizin atölye oyunları? Yox, xeyr. Xeyr. Hə, oynayacaq, bəli. Buyurun. Bizim son toplantımızdan sonra hücum takımında da olan hücum takımında istəyir Avropa kuboklarında olsun, istəyirsə Premier Ligada olsun. Sanki hücum takımında bir məhsuldarlıq azalıb. Ona nə əlaqədir? Ola bilər. Ümumiyyətcə, yəni belə period olur da, yəni bəzən yəni həmişə istədiyimiz kimi alınmaz və həm də ki, bir rəqiblər həmişə deyirəm ki, daha ciddi yanaşırlar bizə. İki də ki, komanda belə də həmişə sağlam olmur da. Bəzən görsən bir elə olur, məsələn 10 gün, 15 gün, bir ay yaxşı pik formada olan vaxtı olur, sonra biraz eniş olur, sonra belə. Bu normal halda, yəni bu bütün dünya Avropa futbolunda belədir. Amma istərdim ki, əlbəttə ki, daha da aktiv olar, daha da məhsullar oynayaq. Bakıda Reymin Şəmsiyev, icazəniz artıq UEFA Çempionlar Liqasından bağlı bəzi suallara ünvanlayın. Bəzi suallara deyəndə cəmi bir dənə sual var. Deməli, son zamanlar müzakirə olunan və insanlar maraqlandıran bir sual var ki, eyni zamanda da qeyd edeyim ki, Qarabağın UEFA Çempionlar Liqasının ilk oyunlarını təkcə Tofiq Bəhramovla deyil, digər stadionlarda keçirməsi kimi bir məlumatlar var və müzakirə olunur mediada. Ümumiyyətlə, çünki Tofiq Bəhramov deyil, digər stadionda. Bu, Qarabağın oyununa, Qurban Qurbanovun təhlükəsində ümumiyyətlə psixologiya necə təsir edə bilər? Tutaq ki, Tofiq Bəhramov deyil, Olimpiya stadionda. Məsələn, yəni bu nəsə dəyişə bilərmi Qarabağ üçün? Yox, kriteriyalara uyğun bir Olimpiya stadionu var. Bizim Olimpiysk stadiondur. Yəni digərləri yəni Çempionlar Liqasının oyunu həm azarkeş sayı olaraq başqa elə bir stadion yoxdur. Amma yəni bizim üçün bir komanda olaraq, bir kollektiv olaraq bəlkə Tofikdə oynamaq, Tofiq Bəhramov stadionda oynamaq daha yəni rahat olar deyim, daha komfort olar. Çünki yəni yüzlərlə oyun oynamışıq orada. Amma yəni bizim olub ki, keçən dəfə biz 17-ci ildə Çempionlar Liqasının qrupuna düşəndə biz elə Olimpiya stadionunda oynamışdıq. Yəni onda da xeyli yaxşı oyunlar keçirmişdik. Yəni belə həm Atletika ilə biz bərabərlik almışdıq. Roma ilə yaxşı oyun oynayıb 2-1 məğlub olmuşduq, amma ümumən belə yaxşı oyun keçmişdi. Yəni azarkeşlərin baskısı da var idi, amma yəni fərqi yoxdur. Sadəcə bu il
Olimpiya stadionu, yəni meydançası hazır deyil idi. Əgər hazır olsaydı, elə böyük ehtimal ola bilər ki, orada oynayacaqdı oyunlarımızı. Amma az da olsa üstünlük Toyuq Bəhrəmov stadionundadır. Buyurun. İrlanla oyundan sonra məğlubiyyətdən daha sonra Elvin epizodu var idi, şehirinizə qəbul edildi. O epizod ölkədə istəyir, mediada istəyir, sosial şəbəkədə müzakirə səbəb oldu. Hətta bir gün sonra sizin o epizoda reaksiyanız hətta sosial şəbəkələrdə yayıldı. Oyundan sonra bununla bağlı hər hansı bir danışığınız oldu mu? Oldu belə, normal bir qaydada, belə sakit bir qaydada. Orada daha çox əsəbləşdim, amma sonradan yəni bu oyunlar elə oyunlardır ki, dost belə yəni buranın belə deyək də labeli səviyyəsi başqadır da. Orada yəni istənilən epizod sən görə bilərsən də bu oyunlarda. Yəni istənilən epizod, yəni burada digər oyunlardan fərqli. Bəzən oyunçu özünü düzgün idarə edə bilməz, bəzən oyunçu çox böyük səhv eləyər. Çünki rəqib səni məcbur eləyir. Və digər tərəfdən də ola bilər həddindən artıq istəkli istəmiş həmin epizodda verməyəndə istər-istəməz, yəni pas ötürülməyəndə istərsən biraz oyundan çıxır. Bəzən o top belə deyək də, yəni Elvin tərəfə gəlməyə də bilərdi. Yəni qapıçı onu daha başqa zonaya çıxarmalı idi. Amma hər bir halda yəni mən onları başa düşürəm. Bəli, oyunda olmalıdılar, bəli, sonraki mübarizə aparmalıdılar. Və bunu da biz dəfələr deyirik. Yəni gərək nə ilənsə belə deyək də, qarşılaşırsan ki, sonra onu təkrar eləməyəsən. Yəni o qədər epizodlar var futbolda. Yəni o qədər belə səhvlər deyək də var ki, onu görsən hansısa bir oyunda edirsən, sonra o kənarda qalır, sonra elə təkrarlamırsan, sonra hansısa bir epizod başqasını edirsən. Yəni futbol elə bir oyundur ki, burada düşünülməyən yəni reaksiyalar verirsən də. Mənim özümə deyirsiniz ki, sakitləmi görsəm bəzən mən də özümdən çıxıram. Yəni o qədər belə hallar olur. Ona görə o oyunun içinə girəndə, hansı ki oyunda olanda görsəm biraz bəzən belə deyək də ətraf yaddan çıxır, bəzən hansısa bir emosiyanı qoruyub saxlamağın görsən sənə heç özün də fikirləşsən ki, mən bunu etməli deyildim, mən necə oldu ki, bunu etdim. Ona görə elə şeylər var ki, ona görə futbol sevilir. Yəni burada o qədər təkrar olanla düşünülməyən şeylər var ki, ona görə futbol sevilir, futbol tam fərqlidir. Orada sürət, dinamika, mübarizə, çünki 3-5 kişi yox, burada 22 kişi oynayır meydanda. Onların hərəsinin bir ağlı, hərəsinin bir düşüncəsi, hərəsinin bir qabiliyyəti, hərəsinin bir sürəti, mübarizəsi belə. Görsən, onlar sənə hansısa bir nələrdəsə sənə mane olur elə. Səni özündən çıxarır. Yəni, bugün məsələn deyək ki, heç qurban deyəcəklə hakimlərdən danışın, bugün hakimlərdən danışın məsələn. Bu bəzən düşünmədim, oyundan əvvəl mən belə deyək də oyuna hazırlaşırdım, heç hakim baxımda ümumiyyətlə düşünmürdüm məsələn. Gəldi burada məsələn, heç oyun gedə-gedə bu fikri bildirmək istədim ki, biraz bəlkə qarşıdakı oyunlarda faydası olur. Təkcə bizim də ümumiyyətlə bütün oyunlarda, yəni ona görə deyil ki, bizim o qədər bərabərliyə qalmış, o qədər biz məğlub olmuşuq ki, elə çempionatımızda. Ona görə də sadəcə biraz o ayaqlaşmaq söhbəti var da, hansı ki, gərək əgər bunu biz eləyə biləriksə, buna güc lazım deyil, buna nə bilim sürət lazım deyil, buna ağıl lazım deyil. Bunu sadəcə biraz daha da diqqətli qoy, oynasınlar, qoy daha mübarizə olsun, daha dinamik qoy, azarkeşlər daha sürətli futbol görsünlər. Yəni ona görə biraz belə onu meydanın ağası hakimdir. Ona görə deyirəm ki, o gərək onu nəzarətə götürsün. Buyur. Ama necə düşünürsünüz? Xarici hakimlərə ehtiyac varmı? Yox. Yəni mən öz hakimlərimiz elə çox gözəldir. Öz hakimlərimiz, neçə hakimimiz elə gedib UEFA kuboklarında hakimlik eləyir və bunların sayı inanaq daha da çoxalacaq. Sadəcə mən bunu niyə dedim ki, dediyim kimi Elvindən sual verdiniz, o məsələn o səhv yəqin bir təkrar olunmayacaq onda. Bu məsələn mənim bu fikrim ona da hansı bir formada və digərlərin də hansı bir formada kömək olacaq ki, buna biraz diqqət ayırsın. Ola bilər, danışırlar, ola bilər orada Hakimlər Komitəsində, Hakimlər Komitəsinin sədri bunu bildirir onlara, amma belə deyək də, bizim bu fikirlərimizi eşidəndə onlar daha ürəkli olacaqlar. Daha qərarlarında belə inamlı olacaqlar ki, Qurban da deyib və yaxud başqası da deyib və yaxud digər bir məşqçi deyib,
Və yaxud bunu ola bilər oyunçular işləyəcəklər, biraz onlar da başqa cür yanaşacaqlar. Biraz başqa hakimlərə ehtiyacımız yoxdur. Elə inanın ki, elə öz hakimlərimiz qoy elə inkişaf eləsinlər, daha onlar yuxarılara qalxsınlar və inşallah inanıram ki, gedəcəklər də. Çünki bizim hakimlər belə deyək də hakimlik bizim məktəbimiz həmişə yaxşı olub. Yəni bizim Avropada, dünyada elə bizim hakimlərdən 60-cı illərdən bu yana danışırlar.